Bütün dünyanın düzəlməyi üçün niyə deyirlər 313 İmam Zamana adam lazımdır? Mən bilmirəm bu rəqəmin hikməti nədir? 313 dənə adam milyardlarla insanı hidayət eləməyə kifayət eləyir. 313 dənə fədakar adam. İnsanlar üçün canından keçməyə hazır olan adam. Və İmam Zaman dövründə niyə görə cəmaat axışacaq dinə? Çünki İmam Zaman ağanın dilindən eşidəcəklər. Ən mehriban insanın dilindən. Siz sual verə bilərsiniz, məyər Peyğəmbər az mehriban idi, ya 12 imamın o biriləri az mehriban idi ki, o zaman cəmaat axışmadılar dinə. Çünki orada maniyələr çox idi. Bu maniyələr ki, aradan getdi, bir dənə məsum kifayətdir ki, onun dilindən din təbliğ oluna, cəmaat o dini qəbul eləyə. İmam Zamanın bir özəlliyi var ki, o maniyələr onun dövründə aradan gedəcək. Cemaat bugün dinə axışmırsa, dinin adından danışanların günahıdır. Problem dini çatdıranlardadır, cemaatdadır. Bunu mən tam məsuliyyətlə deyirəm. Milləti, xalqı heç nə də qınamaq olmaz. Dini çatdıran düz çatdırmır və yaxud dini çatdıran fədakar insan deyil ki, insanlar onun sözü ilə hidayət olmurlar.